Salam əziz izləyicilər, mən tarix və coğrafiya müəllimi Fatimə Əzizova. Bugün sizlərə Azərbaycan tarixindən Azərbaycan eradan əvvəl 7-4-cü əsrlərdə mövzusunun izahını verəcəm. Gəlin başlayaq. Öncəliklə birinci danışacağıq Kimmer, İskit və Sak tayfalarından. Biz bunu əvvəlki dərsimizdə də keçmişdik. Kimmer, İskit və Sak tayfaları eradan əvvəl 7-ci əsrdə Azərbaycan ərazisində məskunlaşmış olan tayfalardır. Bəs bu tayfalar hardan gəlmişlər? Məsələn, Kimmerlər. Bunlar Qaradəniz sahilində və Qafqaz dağlarının şimalında yaşayan tayfalar idi. Fəqət eradan əvvəl 7-ci əsrdə İskitlərin onların sıxışdırması ilə cənuba doğru köçməyə başladılar və Araz çayından şimalda məskunlaşdılar. Saklar döyüşkən tayfalar idi. Onların bir qolu hətta massagetlər sayılır. Onlar da gəldi Araz çayından şimalda məskunlaşdılar. İskitlər isə Altay dağlarından qərbdə yaşayan tayfalar idi. Birinci Kimmerləri sıxışdırıb gətirdilər. Daha sonra özləri də gəlib Azərbaycan ərazisində məskunlaşdılar və eradan əvvəl 7-ci əsrdə İskit padşahlığını yaratdılar. Deməli, nə yaradıblar? Eradan əvvəl 7-ci əsrdə İskit padşahlığı. İskit padşahlığının hökmdarlarından birisi olmuşdur. Deməli, İşbakay. Yazırıq burada İşbakay. Biz İşbakayı daha öncə eşitmişdik, hansı ki Manna mövzusunda. İşbakay, öncəliklə İskitlər Manna ilə yaxınlaşıblar. Həmin dövrdə də Manna hökmdarı olmuşdur Axşeri. Hətta bu birlikdən sonra hər iki dövlət Aşura qarşı birləşmişdi və Aşurun tabeliyində olan Midiyanın da müstəqillik qazanmasına yardım etmişlər. Və əlavə olaraq da onu deyək ki, İşbakay bir müddətdən sonra Midiya dövlətini də özündən asılı hala salmışdı. Və İşbakay öləndən sonra isə Assuriya başladı İskitləri öz tərəfinə çəkməyə. İskitləri də öz tərəfinə çəkəndən sonra başladı Mannaya qarşı hücumlar etməyə. Bunlar zaten biz Manna mövzusunda haqqında danışmışdıq. Və İskit padşahlığı necə olacaq, süquta uğradılacaq? Eradan əvvəl 590-cı ildə Midiya dövlət tərəfindən süquta uğradılır. Deməli, süqutu olacaq eradan əvvəl 590. Hansı dövlət tərəfindən süquta uğradılır? Midiya. Bu qədər. Yəni, Kimmer, İskit, Sak haqqında bilməli olduğumuz əsas şeylər bunlardır. İndi isə keçirik Midiya dövləti. Ümumiyyətcə, Midiya adına biz eradan əvvəl 9-cu əsrdə Assur mənbələrində rast gəlirik. Yəni, burada çoxlu sayda tayfaların yaşadığı qeyd olunur. Xüsusən də Xəzər dənizindən cənubda yaşayırdı bu tayfalar və həmin ərazi Assur dövlətinin hücumlarına məruz qalırdı. Eradan əvvəl 9-8-ci əsrlərdə. Yəni, Assurlardan asılı olub. Midiya ərazisi nə olub? Əvvəllər Assurlardan asılı olub. Fəqət sonradan, deməli, Kaştaritinin də rəhbərliyi ilə eradan əvvəl 673-cü ildə bir üsyan qalxır. Üsyana kim rəhbərlik göstərir? Kaştariti. Təbii ki, hələ dövlət yaranmayıb. Kaştaritiyə bəs kim kömək olurdu? Axşeri və İskitlər. Yəni, İskit və Manna kömək olmuşdu ona. Xatırlatdıqmı? Bəli, İskit padşahlığında biz onun haqqında danışmışdıq. Hətta Manna mövzusunda da onun haqqında danışmışdıq. Üsyan nəticəsində Assur ağalığına son qoyulur və Kaştariti eradan əvvəl 673, daha doğrusu eradan əvvəl 672-ci ildə Midiya dövlətinin əsasını qoyur. Deməli, Midiya dövləti nə zaman yaranmışdır? Eradan əvvəl 672-ci ildə. Öncəliklə gəlin Midiya dövlətinin ərazisi haqqında qeyd edək. Yəni, ən genişlənmiş forması Anadoludan Amudərya çayına qədər böyük bir ərazini əhatə edirdi. Şimal hissəsi Qafqaz dağları, cənubdan isə İran körfəzinə qədər əhatə edirdi. Paytaxtı isə Ekbatan şəhəri olub. Yerdə qalan xüsusiyyətlər eynidir. Yəni, quldar dövlət olub, hakimiyyət irsi keçirdi və s. Yəni, idarə olunma forması monarxiya sayılır. Kaştaritinin dövründə isə əsas bizim onun haqqında danışacağımız bir dənə cümlə olaraq qeyd olunur ki, hərbi əyanlar saray əyanlarına çevrildi. Əsas budur. Bir də Kaştaritinin dövründə İskitlər yenidən əvvəl kömək etmişdilər üsyana. Daha sonra elə oldu ki, İskitlər tezdən hücum etdi. Kaştaritin bu döyüşdə həlak oldu və eradan əvvəl 653-cü ildə, bir dənə bu hadisəni qeyd edeyim. Deməli, oldu hərbi əyanlar, oldu saray əyanları. Bir də İskit hücumuna məruz qaldı. Bu döyüşdə
öldürüldü Kaştariti və deməli Midiyada 28 il sürən İskit ağalığı dövrü başladı. İskit ağalığı eradan əvvəl 653-cü ildən 625-ci ilə qədər davam edəcəkdi. Bəs necə oldu İskitlərin ağalığından çıxdılar? Kiaksar üsyan qaldırdı eradan əvvəl 625-ci ildə hakimiyyəti ələ keçirdi və İskitləri ölkədən qovdu. Kiaksarın hakimiyyəti illərində Midiya dövləti güclənmişdi. Deməli, xüsusən də orduda yeni islahatlar həyata keçirdi. Süvari dəstələrini piyadalardan ayırdı. Ondan sonra İskitlərin döyüş taktikalarından istifadə etdi. Deməli, nə etdi? İskitlərin döyüş taktikalarından istifadə etdi. Onun dövründə Midiya dövlətinin sərhədləri genişləndirildi. Eradan əvvəl deməli, Babil dövləti ilə birləşdi. Eradan əvvəl 612-ci ildə Assurun paytaxtı Nineva şəhərini yandırdı. Eradan əvvəl 605-ci ildə isə Assur dövlətinin varlığına son qoydu. Eradan əvvəl 590-cı ildə isə 3 dövlətin varlığına son qoyacaq. Bu dövlətlər isə İskit padşahlığı, Manna və Urartu dövlətləridir. Bu da belə. Kiaksardan sonra isə hakimiyyətə gələcək Astiaq. Astiaq həmin dövrdə birazcık hərb işindən uzaqlaşır, yəni müharibələr dayandırılır. Birazcık yaxınlıq göstərir Zərdüştlərə. O dövrdə də Zərdüşt kahinlərinə biz deyirik mag. Maglarla yaxınlaşır və müharibələrdən imtina edir. Həmin dövrdə də Zərdüşt dini xüsusən də yoxsul təbəqə arasında yayılmışdı, çünki onların mənəfeyinə uyğun idi. Fəqət hərbi əyanların mənəfeyinə uyğun deyildi. Çünki bunlar hərbiçidir. Döyüşmək istəyirlər, müharibə aparmaq istəyirlər, ölkəyə sərvət gətirmək istəyirlər və onun hesabına varlanmaq istəyirlər. Bu da hərbi əyanlar ilə Astiaq arasında bir, necə deyim, qarşı durmaya səbəb oldu, amma çəkinirdilər. Yəni Astiaqı birbaşa hakimiyyətdən salmağa çəkinirdilər. Kimə əlaqə saxladılar, kimlə yaxınlaşdılar? Kirlə. Hələ ikinci Kir deyil, hələ ki Kirdir, çünki dövlət hələ yaratmayıb. Kirlə yaxınlaşdılar. Kir kim idi? Kir əslində Astiaqın nəvəsi idi. Astiaqın qızı Mandananın oğluydu. Fars kökənli idi. Deməli, yaxınlaşdılar ikinci Kirə. İkinci Kirin də başçılığı ilə bir üsyan başladı. Üsyanımız əslində eradan əvvəl 500, bir dənə bunu qeyd edeyim. Deməli, Astiaq kimlərlə yaxınlaşmışdır? Maqlarla yaxınlaşdı. Bu da Zərdüşt. Müharibələrə son qoyuldu. Bu da hərbi əyanların Astiaqa qarşı gəlməsinə səbəb oldu. Eradan əvvəl 553-cü ildə demək Kirin başçılığı ilə Astiaqa qarşı üsyan baş verdi. 3 il davam edən üsyandan sonra isə eradan əvvəl 550-ci ildə Midiya dövlətinin varlığına da son qoyuldu. Yəni Midiya dövləti süqut etmişdir. Bu da Midiya dövlətinin əsas tarixi. İndi isə keçək Əhəməni imperiyası. Əhəməni imperiyası olduqca böyük və güclü bir dövlətdir. Təbii ki, xəritədə onun yerində göstərəcəm. Əhəməni Aralıq dənizi sahillərindən Hindistana qədər, yəni qərb sərhəddi Aralıq dənizi, şərq sərhəddi Hindistana qədər, şimalda Qafqaz dağlarından cənubda İran körfəzinə qədər çox böyük bir ərazini əhatə etmiş bir dövlətdir. Xüsusən də 1-ci Daranın dövründə bu böyük sərhədlərə çatmışdır. Yaxşı, Əhəməni dövlətinin ilk paytaxtı Ekbatan şəhəri idi. Yəni Midiya dövlətinin süquta uğradıqdan sonra onun paytaxtını götürüb, daha sonra paytaxt dəyişib olmuşdur Persapol şəhəri. İndi keçək, bir də Əhəməni dövlətinin inzibati ərazi quruluşu haqqında da məlumat verim. Dövlət ayrılırdı satraplara, dövlət ayrılmışdı satraplıqlara, satraplıqları da idarə edirdi satrap. Hətta onlardan biri, biz gələcəkdə onun haqqında danışacaq, atropat idi. Yəni satrap kimi çalışmışdır atropat. Və Əhəməni dövləti Azərbaycan həm şimal, həm də cənub bölgələrini də ələ keçirəcəkdi və bu ələ keçirdiyi ərazilərdə yaşayan xalqlardan küllü miqdarda vergi toplayırdı və mükəlləfiyyət icra etmələrini istəyirdi. Bəs hansı mükəlləfiyyətlər vardı? İçlərində ən dəhşətlisi və ən ağırı Əhəməni ordusunda iştirak etməkdir. Əhəmənilərin Yunanlarla və bir sıra dövlətlərlə apardığı müharibələrdə Azərbaycan ərazisində yaşayan tayfa və xalqlar da iştirak etmişlər.
İndi bunların hamısına birazdan Əhəməni mövzusunun izahında toxunacağam. İndi keçək Əhəməni imperiyası. Əhəməni imperiyasının yaradıcısı kim olmuşdur? 2-ci Kir. Dövləti yaratdı, paytaxtı da oldu Ekbatan şəhəri. 2-ci Kirin dövründə biz nəyi öyrənəcək? Əslində Araz çayından şimalda qalan torpaqlarda ələ keçirmək istəyirdi. Orada da yaşayırdı Massagetlər. Massagetlər kim idi? Əslində Saklar idi də, Sakların bir qolu. Və Massagetlərlə müharibə olur 2-ci Kir arasında. Bu hadisə olacaq eradan əvvəl 500, Əhəməni imperiyasını da yazaq. Eradan əvvəl 550 və eradan əvvəl 330-cu illərdə mövcud olmuşdur. Eradan əvvəl 530-cu ildə deməli Massagetlərlə Əhəməni imperiyası arasında müharibə baş verir. Burada Massagetlər qalib gəlir, Əhəmənilər məğlub olur və hətta bu döyüşdə 2-ci Kir öldürülür. 2-ci Kiri öldürəndən sonra onu verirlər Tomirisə. Tomiris də onun başını kəsir və qanlı bir qabın içərisinə yerləşdirilir. Yəni Massagetlərin həmin dövrdə hökmdarı isə Tomiris olmuşdur. Bu belə. Burada 2-ci Kambizin adını yazmışam. Əslində 2-ci Kambiz Azərbaycan tarixinə aid deyil. Bu ümumi tarixə aiddir. Yəni burada yazacağım qeyd Azərbaycan deyil də ümumi tarixə aid olacaq. Sadəcə mən bunu ona görə qeyd edirəm ki, siz ümumi tarixdə, yəni bunu oxuyanda bilin ki, söhbət bu dövlətdən gedir. Yəni ümumiləşdirmə aparın. Tarixi öyrənəndə çalışın ümumilə Azərbaycanı beyninizdə sanki əslində həmin illərdə proseslər orada da burada da baş vermişdir. Və bu hadisələr bir-birinə təsir göstərmişdir. Baxın, 2-ci Kambizi biz Misir dövlətinin izahında keçəcək. Yəni Misirdə əslində keçirilir, qədim Misirdə. Əhəməni hökmdarı 2-ci Kambiz nə edib? Eradan əvvəl 525-ci ildə Misiri işğal edib. Bu. Azərbaycan tarixinə aid deyil təbii ki də. Daha sonra keçəcəyik 1-ci Dara haqqında danışmağa. 1-ci Dara haqqında həm yeni Azərbaycan, həm də ümumi tarixə aid bir sıra qeydlər deyəcəm. Öncəliklə Azərbaycan tarixinə aid olan hissəsi nədir? Şimali Azərbaycan, yəni Araz çayından şimalda qalan torpaqları tutmuşdur. Araz çayından şimalda. Deməli, Araz çayından şimaldakı torpaqları ələ keçirmişdir, hansı ki 2-ci Kir bunu ən başda edə bilməmişdi. Bir də 1-ci Daraya aid olan bir şeydə Yunan-Əhəməni müharibələrində iştirak etmişdir. Və bu Yunan-Əhəməni müharibələrində də Azərbaycanda yaşayan tayfalardan da istifadə olmuşdur. Yəni, həmin tayfalarda müharibələrdə iştirak etmişdi. Hətta eradan əvvəl 490-cı ildə baş verən Marafon döyüşü də 1-ci Daranın dövrünə düşür. Hətta onu qeyd eləyə bilərik. Yunan-Əhəməni müharibələri ya da Yunan-İran müharibələri. 1-ci Daranın dövrünə düşür. Təbii ki, Marafon döyüşü. Bir də burada Serkisin adını yazmışam. Bunun da Azərbaycan tarixi ilə əslində bir əlaqəsi yoxdur. Siz bunu ümumi tarixdə keçəcəksiniz. Amma Əhəməni hökmdarıdırmı? Bəli. Ümumi tarixə aid olanların altından qırmızı xətt bir şəkildə çəkmişəm. Serkis Yunan-Əhəməni müharibələrinin davamında iştirak edir. Fermopildə, Salamin dəniz döyüşlərində iştirak edir. Yəni Yunan-Əhəməni müharibələrinin bir hissəsi də Serkisə düşür. Yenə yazırıq burada Yunan-Əhəməni. Daha sonra isə Əhəmənilərin sonuncu hökmdarı 3-cü Dara haqqında danışacaq. 3-cü Daranın dövrü elə bir vaxta düşür ki, həmin dövrdə Makedoniyalı İskəndərin şərqə yürüşü başlayır. Və şərqə yürüş etmək istəyir, Hindistana getmək istəyir. Qabağında da Əhəməni dövləti var. Deməli, birinci bu dövləti məğlub edib keçmək lazımdır. Düzdür. Birinci gəlir eradan əvvəl 334 Qranik döyüşü və eradan əvvəl 333 İs döyüşü. Bu döyüşlərdə qalib gəlir və Əhəməniləri məğlub edir, amma ondan sonra Misirə doğru hərəkət edir. Təbii ki, Misir də Əhəməni dövlətinə aiddir, çünki 2-ci Kambiz tutmuşdu. Misirə gəlir, eradan əvvəl, bunu əslində İskəndərə aiddir, yəni eradan əvvəl 332-ci ildə Misiri tutur. Təzdən, deməli, Əhəməni imperiyasına, yəni dövlətin əsl hissəsinə hücum edir. Və deməli, eradan əvvəl 331-ci ildə tərəflər arasında Qavqamel döyüşü baş verir. Qavqamel döyüşü. Yazırıq burada Əhəməni, Makedoniya. Bu döyüşdə Əhəmənilər məğlub olur, Makedoniyalılar qalib gəlir. Həmin bu Qavqamel döyüşündə satrap vəzifəsində çalışan Atropat da iştirak etmişdi və Atropat
Əhəməni ordusunun sağ cihanında döyüşürdü. Bu biraz önəmlidir. Deməli, Atropat harda döyüşürdü? Əhəməni ordusunun sağ cihanında döyüşürdü. Qavqamel döyüşündə məğlub olan 3-cü Dara Ekbatana doğru gedir. Həmin vaxtda isə Makedoniyalı İskəndər gəlir Persepola qədər. Atropat isə Qazaka şəhərinə hərəkət edir. Qazaka şəhəri də nə idi? Zərdüşt dininin mərkəzi sayılırdı. 3-cü Dara gəlir Ekbatana, burada özü üçün tərəfdaş toplamağa çalışır, fəqət heç kimin artıq ona güvəni qalmamışdı. Qavqamel döyüşündəki məğlubiyyətdən sonra hətta Atropatı da çağırır, amma Atropat da gedib ona dəstək çıxmır və nəticədə tərəflər arasında sonuncu döyüş olur eradan əvvəl 330-cu ildə. Bu döyüşdən sonra 3-cü Dara qaçır, gizlənməyə çalışır, fəqət öz adamı Bes tərəfindən öldürülür. Bununla da Əhəməni imperiyasının varlığına son qoyulur. Azərbaycan ərazisi isə qatılır Makedoniyalı İskəndərin imperiyasının tərkibinə. Bu da belə. İndi isə davam edirik. Makedoniya imperiyası, yəni Azərbaycan bir müddət həm də Makedoniya imperiyasının tərkibi altında olmuşdur. Nə zaman? Eradan əvvəl 330-cu ildə. Bu ildən sonra Azərbaycan ərazisi Makedoniyalı İskəndərin imperiyasının tərkibindədir. Makedoniyalı İskəndər əvvəllər Əhəməni dövlətində satrap kimi çalışanları vəzifəsindən azad edir. Atropat da hətta vəzifəsindən azad olur. Amma sonra elə olur ki, Makedoniyalı İskəndərin etimadını, güvənini qazanır və yenidən vəzifəyə gətirilir. Hətta eradan əvvəl 328-ci ildə Makedoniyalı İskəndər Atropata verir Kiçik Midiyanı. Kiçik Midyan, Midyanın əsası şimal hissələrdir və indi bildiyimiz Azərbaycan əraziləri Kiçik Midyanın tərkibində idi. Yəni Atropat Makedoniyalı İskəndərin rəğbətini qazandı. Daha sonra isə eradan əvvəl 327-ci ildə Makedoniyalı İskəndər Hindistana hücum edir. Makedoniyalı İskəndər Hindistanda olarkən ona qarşı üsyan baş verir. Üsyana da rəhbərlik edirdi Baryaks. Atropat əslində üsyana qoşula da bilərdi. Fəqət o bilirdi ki, Makedoniyalı İskəndər Hindistandan qaydanda yerli əhalini cəzalandıracaq. Ona görə də üsyanı yatırır və Baryaksı əsir alır. Bununla yenə Makedoniyalı İskəndərin etimadını qazanır. Daha sonra yenə qohumluq əlaqələri də olmuşdur. O da necə? Atropat öz qızını Makedoniyalı İskəndərin sevimli sərkərdəsi olan Perdikki ərə vermişdir. Yəni burada arada nikah diplomatiyasının da rolu var. Burada Perdikki də qeyd edə bilərik. Fəqət Makedoniyalı İskəndər eradan əvvəl 323-cü ildə ölür. Bir müddət dövləti onun sərkərdəsi Perdikki idarə eləyir. Amma yekunda dövlət özü ayrı-ayrı dövlətlərə parçalanır. Hansı dövlətlər idi? Deməli yazırıq buradan Makedoniya. Aid idi bura Selevki, Misir. Hamısı onun tərkibindən elə bil ki ayrıldı da. Bir də Makedoniya. Makedoniyalı İskəndərin imperiyası parçalanandan sonra həmin bu dövlətlər yaranır onun ərazisində və əlavə olaraq da Atropat artıq müstəqil Atropatena dövlətini yarada biləcək. Fəqət burada yazılmış hadisələrin hamısı Atropata aiddir. Atropatena aid deyil. Atropatena dövləti yaranacaq 321-ci ildə. O da bizim olacaq gələn dərsimiz. Hələlik bu qədər, yəni Azərbaycan eradan əvvəl 7-4-cü əsrdə baş verən hadisələr əsasən bunlardır. Ümid edirəm ki, video sizin işinizə yaramışdır. Başqa belə videoların gəlməsini istəyirsinizsə, videonu bəyənib kanala abunə ola bilərsiniz. Fikir və iradlarınızı isə rəy bölməsində qeyd etsəz sevinərəm. Sağ olun, təşəkkür edirəm.